Mərasimin əvvəlində ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Qarnizonu Hərbi Orkestri tərəfindən Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Azərbaycan Voleybol Federasiyası Naxçıvan filialının direktoru Vüqar Əliyev bildirib ki, müstəqil dövlətimizin hüquqi təməli olan konstitusiyamız xalqımızın suverenlik iradəsini və dövlətçilik prinsiplərini təsbit edir. Bugün Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin qətiyyəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş güclü dövlətdir. Qeyd olunub ki, bu tarixi nailiyyətlərin fonunda keçirilən suverenlik kuboku gənc nəslin vətənpərvərlik ruhunda formalaşması, dövlət rəmzlərinə və milli dəyərlərə hörmət hissinin aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır. Gənclər və İdman Nazirinin müavini nazir vəzifələrini icra edən Məcid Seyidov bildirib ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş strategiya nəticəsində bugün ölkəmizin adı beynəlxalq idman arenalarında uğurla səslənir, idmançılarımız yüksək nəticələrə imza atırlar. Naxçıvanda köklü ənənələrə malik olan voleybolun inkişafı istiqamətində görülən işlərdən bəhs edən Məcid Seyidov qeyd edib ki, son zamanlar qazanılan nailiyyətlər bu sahədə gərgin əmək, zəhmət və davamlı dövlət dəstəyinin nəticəsidir. İğdır Gənclik və İdman İl Müdiri Rəcai Şahin Türkiyə kuboklarının ardıcıl ikinci dəfə Naxçıvanda keçirilən voleybol yarışında təmsil olunmasından böyük məmnunluq duyduqlarını ifadə edib. Qeyd olunub ki, ortaq tarixi, mədəniyyəti, dəyərləri olan iki qardaş ölkənin birlik və bərabərlik ideologiyası idman əlaqələrində də özünü göstərir. Bu cür yarışlar hər iki ölkə idmançılarının peşəkar inkişafı baxımından əhəmiyyətlidir. Əlavədən Ümumqoşun Ordunun zabiti Mirhani Seyidov ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər və qazanılan nailiyyətlərdən bəhs edib və bildirib ki, 2025-ci ildə qeyd etdiyimiz əlamətlər hadisələrin mərkəzində dayanan konstitusiya və suverenlik ili vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatlarındakı qələbələrimizin təntənəsidir. Zabit bu cür yarışların gənclərin vətənpərvərlik tərbiyəsindəki rolunu xüsusi vurğulayıb. Sonra komandalar meydana dəvət olunub. Naxçıvanı təmsil edən komandaların kapitanları Məhəmməd Orucov və Zeynəb Babayeva qonaq komandalara xatirə hədiyyələri təqdim ediblər. Voleybol turniri Naxçıvan və Murov Az Terminal komandalarının ilk matçı ilə start götürüb. Dörd qız və 4 oğlan komandasının iştirak etdiyi yarışın mükafatçıları dekabrın 20-sində keçiriləcək həlledici qarşılaşmalardan sonra bəlli olacaq və qalib komanda suverenlik kubokuna sahib olacaq. Həsən Məmmədov, Asil Fətəliyev, NTV Xəbər.